Hər birinizə salam. Bugün sizə bütün uşaqların sevimlisi olan burger təqdim edəcəm. Kiçik köməkçimi də yanıma alıb başlayırıq burgerin ətini hazırlamağa. Bunun üçün yarım yağlı ətdən istifadə edirik və onu çəkirik. Sürtgəcdən keçirilmiş 1 ədəd soğan, duz, istiot, paprika əlavə edib və 1 yumurta da əlavə edib yaxşıca yoğururuq. Yoğurduqdan sonra əlimizlə kiçik toplar şəklində, elə də kiçik yox, yəni ölçüsü sizdən asılı olur, forma veririk. Daha sonra isə bu formada yumrulayırıq ki, hansı ki burgerin içində olan ətlə birəbir eyni olsun. Proses qurtardıqdan sonra təmiz salafana qoyub xaladenika qoyuruq, orada özünü tutsun. Və təbii ki, burger kartoşka frisiz olmaz deyib yanına da kartof eləyirik. Bunun üçün əvvəldən soyub doğradığım kartofları soyuq suda saxlayıram ki, nişastası təmiz getsin. Daha sonra üzərinə zeytun yağı, duz, istiot, paprika, sarı kök, yəni zövqünüzə uyğun istənilən növ ədviyyatdan istifadə edə bilərsiniz. Əlavə edib ədviyyatları yaxşıca qarışdırırıq. Daha sonra isə frayerə qoyub bişiririk. Bundan sonra soyuducudan çıxartdığımız ətləri qızardırıq. Pendiri istədiyiniz formada eləyə bilərsiniz. Biz biraz əridib üstünə əlavə elədik və burgeri yığmağa başladıq. Yığdıq, qızım da yedi, çox bəyəndi. Hər birinizə nuş olsun. Həqiqətən birəbir eyni burgerin dadını